Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. İmam İbnül Qayyim Rahmetullah Fevaid kitabında buyurur ki, Allah Azze ve Celle'nin bir insana bu dünyada göndereceği en büyük bela onun kalbinin sertleşmesi, dininden uzaklaşmasıdır. Nedir kalp sertleşmesi? Kalp sertleşmesi bir insan nasihat olunduğu zaman ondan təsirlənməməsidir. Nəsihət olunduğu zaman onu qəbul edən qəlbə sahib olmamasıdır. Günahlara yol verərkən vicdan əzabı çəkməməsidir. Allah Azze ve Celle'nin ayələri oxunduğu zaman ondan təsirlənməməsidir. Allahın dinindən uzaq olmaq nə deməkdir? Allahın qoyduğu hədləri aşmaq və bundan utanmamaqdır. Əziz qardaşlar, möhtərəm bacılar, əgər belə bir şey başınıza gəlibsə, imanı itirməkdən qorxun, Allaha sığının, tövbə eləyin və yanlışlarınızı düzəldin. Allah cümləmizi bu dində sabit eyləsin. Esselamu Aleyküm və Rahmetullah.